Niyə bəs Azərbaycanda Nəriman Nərimanova qarşı bir mənalı münasibət yoxdur? İndi Hər zaman. yox, Bir Sovet Cəfər dövrü. Bağırova bir Azərbaycanda, yəni Azərbaycanlıların fikrini deyim sizə. Bilirsiniz, Təcrübəli bir dövlət adamı kimi, bir tarixçi kimi nə deyə bilərsiniz? bilirsinizmi, Azərbaycanda ümumiyyətlə dəyərlər meyarı bəzi məsələlərdə pozulubdur. Çünki Nəriman Nərimanov Sovet dövründə millətçi kimi gedirdi. Və Moskva onun millətçi olduğuna görə onu repressiyalar uğrayırdı. Çünki o öldü, onu təntənə ilə bastırdılar, adına institut qoydular. Öləndən bir il sonra institutun adını götürdülər və adına qadağa qoydular. Hətta Bakıya gəlmişdi Moskvadan. Gələndə Bakıda heç kim onu müşahidə eləmədi. Yəni Sovet dövründə Nərimanovu Moskvanın siyasətinə əsasən millətçi kimi repressiyaya məruz qaldı. Müstəqillik dövründə isə kommunist kimi məruz qaldı. O Nərimanova qarşı çıxan cavan heç biri Nərimanovun fəaliyyətindən xəbərdar deyil.